Bəziləri bu mövzuda bu cür irad edirlər ki, İmam Hüseynə namə yazanlar şiələr idi, onlar imamı dəvət elədilər və qətlə yetirdilər. Halbuki bu məsələ də kökündən yanlışdır. Belə ki, namə yazanları biz 3 qismə bölsək, bu məsələ bizim üçün daha aydın olar. Namə yazanların bir qismi Süleyman ibn Surət Xuzayilər idi. Bu kimi şəxslər idi ki, onlar ümumiyyətlə Kərbəla hadisəsində iştirak eləmədilər. Əksinə Kərbaladan sonra Təvvabın qiyamında, yəni tövbəkarlar qiyamında iştirak elədilər və İmam Hüseynin yolunda, Allah yolunda şəhadətə çatdılar. Onların digər bir qismi Şəbəs ibn Rəbi, Həccar ibn Əbcər, Əmr ibn Həccac kimilər idi ki, bunlara da tarixdə heç kəs şiə deməyib. Üçüncü qism isə o namə yazanların naməlum şəxsləridir. Yəni tarixdə onların adları qeyd olunmayıb. Hətta bəziləri gəlib desələr ki, onlar İmam Hüseynə beyyət eləyənlər idi, deməli şiələri idi. Biz bunun qabağında, biz bunun müqabilində bunu deməliyik ki, hər beyyət eləyən də şiə hesab olunmur. Biz şiənin tərifini demişik. Misal olaraq bunu demək istəyirik ki, İmam Əli əleyhissalam Peyğəmbər sallallahu tərəfindən Qədir Xum çölündə Peyğəmbər sallallahu tərəfindən insanlara imam olaraq təyin olarkən bir çox insanlar gəldilər, Əli əleyhissalamdan beyyət elədilər, amma həmən insanların bir qismi bir zaman gəldi ki, İmam Əli əleyhissalamdan döyüşdülər. Və heç kəs də onlara İmam Əli əleyhissalamın şiələri olaraq müraciət eləmədi. Bu fakt da onu göstərir ki, hər beyyət eləyən də şiə hesab olunmur. Üstəlik, diqqət olunması məqamlardan biri də budur ki, İmam Hüseyn əleyhissalam qarşı tərəfə etdiyi xütbələrin heç birində düşmən qoşununu şiə adlandırmayıb. Yəni İmam Hüseyn əleyhissalam heç vaxt belə müraciət eləmədi ki, siz ki mənim şiələrimsiz, ya atamın şiələrisiz, niyə mənlə döyüşürsünüz? Əksinə İmam Hüseyn əleyhissalam qarşı tərəfi Ali Əbu Sufyanın şiələri hesab eləyir. İmam əleyhissalam üzünü qarşı tərəfə tutaraq buyurur ki, ya şiətə Ali Əbu Sufyan, ey Əbu Sufyan ailəsinin şiələri, İlləm yəkun ləkum dinun, əgər sizin dininiz yoxdursa, və kuntum lə təxafunəl məad, və məaddan da qorxunuz yoxdursa, yəni dünyadan sonraki həyat olacaq, axirət aləm olacaq, məad olacaq, sorğu-sual dünyası olacaq, buna da inanmırsınızsa, fəkunu əhraran fi dunyakum hazihi. Bu dünyavızda hürr olun, bu dünyavızda azad olun. Yəni İmam Hüseyn əleyhissalamın bu müraciətindən biz bunu başa düşürük ki, o qarşı tərəfdə olanları Ali Əbu Sufyanın şiələri adlandırır, nəinki özünün şiələri. Bu məsələdə başqa bir fakt da bundan ibarətdir ki, qarşı tərəfdə olanlar, yəni düşmən qoşununda olanlar bəzi sözləri ilə imama qarşı cəsarətlər eləyiblər. Bu sözlər də bir daha onu göstərir ki, qarşı tərəfdə olanların heç biri şiələr deyildi. Belə ki, onların bəzisi gəldilər, dedilər İmam Hüseynə ki, İnnəmə nuqatilukə buğzən li əbikə. Həqiqətən biz səni atana olan qəzəbə görə öldürürük. Yəni nə? Yəni biz sənin atava qarşı qəzəbliyik, bizim kinimiz var. Məgər şiə olan bir kəs İmam Əliyə qəzəbli olar? Əksinə İmam Əliyə itaət eləməlidir ki, İmam Əli onun rəhbəridir, İmam Əli onun imamıdır. İmam Hüseyn əleyhissalama başqa bir yerdə gəldilər, dedilər, ya Hüseyn, ya Kəzzab ibnəl Kəzzab, ey yalancı oğlu yalancı. Nəuzubillah, İmam Hüseynə bu cür ifadə işlətdilər. Və yaxud da başqa bir şəxs gəldi, dedi, ya Hüseyn, əbşir bin nar, ey Hüseyn, cəhənnəmlə müjdələn. Nəuzubillah, İmam Hüseyn kimi Allahın höccətinə qarşı bu cəsarətləri deyənləri biz necə şiə adlandıra bilərik? Bütün bunları cəm eləyərək biz bir daha bunu başa düşürük ki, o kəslər ki, İmam Hüseyni öldürdülər, pak cənazələr üzərində at sapdılar, südəməri oxladılar, əhli əyalı əsir apardılar. Bütün bunlar dünyaya aşiq olmuş, dünyapərəst, tamahkar, rəzil insanlar idi ki, gəldilər Həzrəti Hüseynlə müqabil oldular və bu cür ağır cinayətə əl atdılar. Xülasə, bütün bu mətləbləri yaxşı anlamaqdan ötürü tarixin seyrinə çıxmaq lazımdır.
tarixi dəqiq araşdırmaq lazımdır. Həm İmam Hüseyn əleyhissalamın, həm qarşı tərəfdə olan Həzrət Hüseynin düşmənlərinin xitablarını dəqiq incələmək lazımdır. Ondan sonra məsələ aydınlaşacaq və heç kəs deməyəcək ki, Həzrət Hüseynlə müqabil olanlar Həzrət Hüseynin şiələri idi. Vəssalamu aleykum və rəhmətullah. Hüseynün bir süt əmər balası, təşnə oxladılar qan diyarında.